Selamun Aleyküm ve Rahmetullah. Və aleykum salam və rəhmətullah. Şeyx, biz bəzən müşahidə edəndə görürük ki, bəzi ailələrdə övladlar valideynlərə qarşı yaxşı davranmırlar, bəzən qışqırırlar, hətta bəzən döydüklərini də eşidirik. Bu barədə nə deyə bilərsiniz? Elhamdülillah. Valideyn haqları Allah haqlarından sonra ən böyük məsələlərdəndir. Valideyni özünə ağ olmaq böyük günahlardandır. Valideynə baxmaq böyük savabdır. Peyğəmbər sallallahu aleyhi ve sellem Allah subhanahu teala o vaxt ki qeyd eləyəndə ki ona heç bir şeydə şərik qoşma, sonra buyurur ki, "Bil valideyn ihsana", yəni valideynlərlə yaxşı davran. Yəni öz haqlarından sonra valideyn haqlarını toxunma. Və Peyğəmbər sallallahu aleyhi ve sellem də tövsiyə eləyib valideynə baxmaq, hətta döyüşə biri gəlib istəyəndə ki, döyüşə getməyi, dedi valideynlərin var, dedi hə, dedi, ged onlarla cihad elə. Və bunu göstərir ki, cihad heç də döyüşmək mənası vermir mütləq şəkildə. Hətta valideynə baxmaq cihaddandır. Ona görə onların üzünə ağ olmaq da böyük günahdır. Yəni kim valideynin üzünə ağ olur, sonra onun övladları da onun üzünə ağ olur. Bu ümumən belədir. Və bir hadisə istəyirəm qeyd edeyim. O Saudi Ərəbistan'da bir 5 il olar, bir 6 il, 5 il, az ya çox. Bir məhkəmə oldu. Bir məhkəmə oldu. Məhkəməyə də müraciət nə üçün olunmuşdu? İki qardaşdır. Bunların arasında mübahisə düşüb ki, ana kim baxacaq anaya? Biri deyir mən baxacağam, o birisi deyir mən baxacağam. Hətta söhbət elə şişib ki, artıq deyiblər ki, gedək qazının yanına, məhkəməyə. Təsəvvür məhkəməyə gör nə ilə müraciət edirlər. Gəlirlər, hakim bunları qulaq asır. Görür bu nə söhbətdir. Hakim özü ağlayır. Yəni dəhşətə gəlir. Xüsusən də indi biz görürük, valideyn özünə ağ olanlar. Hətta valideynlərini öldürən var. Və hakim qalır belə. Lakin qərar verir. Qərar verir balaca qardaşına. İki qardaşdan balacasına. Ne üçün hakim elə qərar verir? Çünki o birisi qardaş, böyük qardaş artıq yaşlaşmışdı. Belə qərar verdi ki, anaya baxmaq çətin olacaq. Onun üçün. Qərar verir o birisi qardaşa, böyük qardaş ağlayır məhkəmədə. Görün, ana sevgisi, anaya hörmət, valideynə hörmət. Görün, necədir, necə olur? Amma biz eşidirik ki, əksinə eşidirik. Hətta valideyni öldürən var. Qiyamət günündən necə cavab verəcəklər. Ona görə valideynlərinizə baxın. Sağdırlarsa baxın, qayğılarına qalın. Düzdür, biraz xəsiyyətləri dəyişir. Uşaq kim olurlar, səbirliyin. Ölüblərsə onlar üçün daima dua edin. Onların dostlarına yaxşı olun. Ona görə İbn Ömər radiyallahu anhuma Məkkəyə gedir. Oturub bir eşeğin üstündə, başında da taxıb əmmamə ki, gündən özünü qorumaq üçün. Gəlir keçir bir kişinin yanından. Dayanır, deyirsən filan kəs deyirsən. Kişi deyir ki, hə, filan kəsəm. O kişi başı açıq olur. Çıxardır əmmaməsini, qoyur başına. Miniyi də verir ona, deyir ki, götür, min, get. İbn Ömər'in ətrafında olanlar soruşurlar ki, ya İbn Ömər, Abdullah İbn Ömər radiyallahu anhuma, Ömər bin Xattabın oğlu. Deyir ki, ne üçün belə elədin? Deyir, o kişi atamla dost idi. Atamla dost idi. Mən də eşitmişəm, Peyğəmbər sallallahu aleyhi ve sellem deyib ki, ata öləndən sonra da atanın dostlarına hörmət elə. Ona görə belə elədi. Görürsən, valideynə baxmaq, hətta öləndən sonra. Bitmir hə hər şey? Yox, bitmir. Ona görə Allahdan qorxsunlar. Allahdan qorxsunlar. Səbirli olsunlar. Cənnəti qazanmaq üçün valideyn cənnətin qapılarıdır onlar üçün. Və bunu tövsiyə edirəm. Allah subhanahu teala bizə şifalardan etsin.